Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərova avtomobil qəzasına düşüb. Xəbər verilir ki, hadisə şəhərin Mikail Müşfiq və Şota Rustaveli küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə, Mehbarə Cəfərovanın sükan arxasında olduğu Jetor markalı avtomobil Habil Əbdurrahmanovun idarə etdiyi Prius markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Məlumat üçün bildirək ki, Mehbarə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir. Faktla bağlı araşdırma aparılır. Kürdəmirdə 2 yol qəzası olub, xəsarət alanlar var. Xəbərə görə Atakişli kənd sakini 2003-cü il təvəllüdlü Əsgərov Eynullah Sabiroğlu'nun idarə etdiyi Ravon markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Həmçinin rayonun Sovqa kənd sakini 2002-ci il təvəllüdlü Ağayev Toğrul Əsgəroğlu'nun idarə etdiyi Vaz 21015 markalı avtomobil aşıb. Nəticədə hər iki sürücü müxtəlif xəsarətlər alıblar. Hər iki faktla bağlı araşdırma aparılır.